ABŞ prezidenti Donald Trump İsrail və İran arasında döyüşlərin yenidən başlamayacağına əminliyini ifadə edib. Dövlət başçısı bu barədə NATO sammitindən sonra Haqqada keçirilən mətbuat konfransında deyib. Bu 12 günlük müharibə idi və bunun bitdiyini düşünürəm. Onların bir daha bir-birinə hücum edəcəyini düşünmürəm. Ukrayna prezidenti Volodymyr Zelenski və Amerika Birləşmiş Ştatları lideri Donald Trump NATO-nun Haqqa samiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər. Bu barədə Zelenski Telegram kanalında yazıb. Prezident Trumpla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab prezidentə, ABŞ-yə təşəkkür edirəm. Biz atəşkəs və real sülhə nail olmaq barədə danışdıq, Zelenski deyib. O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq. Qeyd edək ki, görüşün 40 dəqiqə davam etdiyi bildirilir.